Və sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə istirahət edən Həmkarlar İttifaqı üzvləri ilə növbəti görüş keçirilib. Bu dəfə Milli Məclisin deputatı Ceyhun Məmmədov istirahət mərkəzində olub. Burada yaradılan şəraitlə tanış olub. Həmçinin istirahət edənlərin təklif və fikirlərini dinləyib. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən Təhsil İstirahət Mərkəzində istirahət edən Həmkarlar İttifaqı üzvləri ilə növbəti görüş təşkil edib. Görüşdə Milli Məclisin deputatı Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov iştirak edib. Deputat təhsil işçilərinin istirahət şəraiti və asudə vaxtının səmərəli təşkili ilə bağlı fikir və təkliflərini dinləyib. Görüş zamanı müəllimlərlə açıq fikir mübadiləsi aparılıb. Yekdil razılıqlarını bildirməsi məni də çox sevindirdi və düşünürəm ki, bu cür addımlar müəllimlərimizin asudə vaxtının səmərəli baxımından xüsusi önəm daşıyır. İstirahət edən elm və təhsil işçiləri mərkəzdə yaradılan şəraitdən razılıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, füsunkar təbiət qoynunda meşəlik və dənizlə əhatə olunan mərkəzdə rahat istirahət üçün bütün zəruri imkanlar yaradılıb, gün ərzində müxtəlif idman, əyləncə və istirahət proqramları təşkil olunur. Onlar bu cür görüşlərin həm təhsil işçilərinin təkliflərinin birbaşa dinlənilməsi, həm də göstərilən xidmətlərin daha təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Burada hər şey superdir. Yəni narazı qalacağımız bir şey yoxdur. Axşamlar da qəşəng canlı konsert olur. Uşaqlar üçün qəşəng əyləncə olur. Çox maraqlıdır. Mərkəzdə ailələri ilə birlikdə dincələn uşaqların asudə vaxtının səmərəli təşkili də diqqətə saxlanılır. Balacalar hovuzdan, oyun meydançalarından və digər əyləncə zonalarından istifadə edərək istirahətlərini maraqlı və yadda qalan keçirirlər. Hovuzda kimiyəm, hər dəfə uşaqlara axşamları qəşəng bir maraqlı şeylər keçirdi. Həm də kloun gəlmişdi. Qeyd edək ki, ərazisi 10 hektar olan təhsil istirahət mərkəzi artıq 15 ilə yaxındır ki, təhsil işçilərinin istifadəsinə verilib. Burada eyni vaxtda 800-dən çox qonağın rahat istirahəti üçün müasir və hərtərəfli infrastruktur yaradılıb. Mərkəz cari mövsümdə ilk qonaqlarını iyunun 22-sində qəbul edib. Həmin vaxtdan indiyədək təhsil işçiləri və onların ailə üzvləri də daxil olmaqla ümumilikdə 4296 nəfər burada istirahət edib. Statistikaya görə bu ilin avqust ayının 1-nə qədər sanatoriya və kurort müəssisələrinə verilən yollayışlardan 8628 elm və təhsil işçisi yararlanıb. Emin Vaqifoğlu, Diana Cəlali, Spice xəbəri, Quba.